Elə hisslər var ki, izah eləmək olmurdu onları. Yəni izahı olmayan bir hisslər yaşayırıq biz həqiqətən burada. Uşaqlarla gərgin yaşadığımız beynimizin yorğunluğunu sanki biz burada çıxardırıq. Beynimiz qidalanır, ruhumuz qidalanır. Yeni tədris ilinə düşünürəm ki, bol enerji almışıq, yeni tədris ilinə hazırlaşmışıq. Yəni hər şey çox gözəl, çox yaxşıdır. 76 yaşım var. Yəni Həmkarlar İttifaqının bu vaxtacan mən istifadə eləməmişəm. Bu il istifadə elədim. Çox xoş oldu. Çox belə xoş istirahət, xoş düşüncələr, xoş görüşlər, xoş tanışlıqlar keçirdim. Hamımız uşaqlarla işləyirik, valideynlərlə işləyirik və bizim ruhumuzun dincəlməyi lazımdır ki, biz qarşımızda olan uşaqlara həqiqətən gözəl elm, bilik, savad çatdıra bilək. Bu bizə çox vacibdir. 5 gün burada istirahət edən müəllimələrimizdən həmsöhbət əsnasında başa düşdüm ki, yəni bu təhsil işçiləri üçün mühüm, əhəmiyyətli bir yerdir. Bu da bizə bir böyük motivasiyadır. Biz qayıdıb işdə artıq gücümüz yenilənib, xoş əhval-ruhiyyə ilə biz dərsimizi keçəcəyik. 23 illik təhsil işçisi kimi deyə bilərəm ki, öz rayonumuzda fəaliyyət göstərən müəllimlərin istirahəti ilə maraqlanırıq və doğrudan da çox bizim üçün xoş oldu ki, bizim təhsil işçiləri necə gözəl yerdə istirahət edirlər. İlk təəssüratlarımız bir peşəkar hərbiçi olaraq demək istəyərəm ki, buranın təhlükəsizlik baxımından çox gözə çarpandır. İstər girişdən olan o mühafizəçilərdən ta binaların mühafizəsi çox yüksək səviyyədə təşkil olunub. Respublikanın hər köşəsindən burada iştirak edənlər var və onlarla da biz ünsiyyət yaradırıq. 30 ildir təhsildəyəm, mən belə bir şey görmədim. Günün tələbi çox düzgün qeyd olunur. Çox təşəkkür edirəm, yəni minnətdaram.